Görürəm müəllimə savadlıdır, neçə təcrübəsi vardır, neçə tələbəsi var, rus dilini öyrətdiyi tələbəsi vardırmı, neçə aya öyrədib, qrammatikasız öyrədə bilərmi? Bu kimi suallarınızı mənə çox yazırsınız və başa düşürəm ki, siz də dərs seçimində, müəllim seçimində tərəddüd edirsiniz. Bu normal haldır. Buna görə də dərslərimlə sizi tanış etmək istəyirəm. Adi cümlə qurmaq, A1, A2 səviyyəsində asan cümlə qurmağı öyrədirəm. Söz ehtiyatını artırmaq lazımdır. Тоже, takşı, еще. Bunlar təxmini eyni tərcümədir. Bəs bu nə deməkdir, bu nə deməkdir, bu nə deməkdir, necə cümlədə istifadə olunur və s. Bəziləri deyir ki, ay müəllimə, siz qrammatika keçirsiniz, mənə qrammatika lazım deyil. Okey, baxın, buna da bir izah edim. Məni incitdin sözünün növləridir. Məsəl üçün, pajaustanın mənalarıdır. Hardadır burada qrammatika? Qrammatikadan anlayışı olmayan tələbələr mənə deyirlər ki, müəllimə, siz mənə qrammatika keçməyin. Qrammatika Rus bölməsində və Azərbaycan bölməsində, yəni məktəbdə və universitetdə keçirilən proqramdır qrammatika. Amma danışıq səviyyəsində siz danışıq qrammatikası keçirsiniz ki, bu qrammatika sayılmır. Bu sadəcə cümləni savadlı və aydın başa düşülə bilən bir proqramdır. Dərslərimizə qoşulmaq istəyirsinizsə, zəhmət olmasa 050 840 55 22 nömrəsinə yazın.